Bilirsiniz, qolunuz qırılanda rentgen aparatı o kəsik xətti çox dəqiq göstərir. Ya qırıqdır, ya yox. Aha, tamamilə. Amma məsələ insan bədəninin sərhədlərinə, xüsusən də 40 yaşdan sonraki o elit idman uzun ömürlülüyünə gəldikdə, niyəsə biz o elmi dəqiqliyi unuduruq. Yəni hər şeyə mistik bir sir kimi baxmağa başlayırıq. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Bugün sizə xüsusi olaraq hazırladığımız bu dərin müzakirəyə xoş gəlmisiniz. Xoş gördük. Bugün əlimizdə çox qısa, amma bir o qədər də diqqət çəkən bir mənbə var. Biz Ronaldonun 41 yaşında necə bu qədər fit qalmasının sirrini, daha doğrusu mənbədə deyildiyi kimi o ağ sirri və aşpazının illərdir gizli saxladığı detalı təhlil edəcəyik. Bəli, bu ağ sirri ifadəsi əslində çox maraqlı səslənir, hə? Elədir. Burada ən maraqlı olan odur ki, belə başlıqlar birbaşa bizim insan psixologiyamızın zəif nöqtəsinə vurur. Yəni, beynimiz 10 illiklər boyu davam edən, hər gün təkrarlanan o yorucu intizamı qəbul etmək istəmir. Düzdür. Kimsə o qədər əziyyəti eşitmək istəmir. Tamamilə. Bunun əvəzinə bir gecədə hər şeyi həll edəcək qısa yollar, belə sehri sirlər axtarırıq. Düzü, mən o ağ sir ifadəsini ilk dəfə oxuyanda biraz skeptik yanaşdım. Yəni, bu mənə video oyunlarında qəhrəmanın səviyyəsini birdən-birə qaldıran o parlayan gizli güc iksirlərini xatırlatdı. Aha, yəni sadəcə bir iksir içirsən və hər şey düzəlir. Bəli, bəli. Amma reallıqda 41 yaşlı bir bədəndə nə olur? Yəni, mətnin ağ sir adlandırdığı bu anlayış niyə bizi bu qədər cəlb edir? Bu doğrudan da sadəcə mediada oxunma sayını artırmaq üçün yazılmış bir clickbaitdir, yoxsa bunun arxasında real biologiya dayanır? Burada əslində hər ikisi var. Yəni, clickbait tərəfi odur ki, bu ağ sir sözləri bizi kəşf olunmamış mistik bir formulun olduğuna inandırır, amma bioloji reallıq tamamilə konkret və əslində kifayət qədər sərtdir. Aha. Nə mənada sərt? Çox vaxt elit idmançıların pəhrizindəki bu ağ sir dedikləri rasiondan ağ şəkərin və təmizlənmiş unun sıfıra endirilməsi deməkdir və ya bilirsiniz, sadəcə ağ balıq və toyuq sinəsi kimi yağsız zulalların qəbuludur. Yəni sadəcə ağ rəngli, sağlam qidalar və zərərli ağ qidalardan uzaq durmaq. Məhz elədir. Bəs niyə məhz 41 yaşında bu çox vacibdir? Çünki o yaşda hüceyrə bərpası kəskin yavaşlayır. Bədəndə xroniki iltihablanma riski dəfələrlə artır. Düzdür. Siz o ağ, yəni zərərli karbohidratları kəsib, təviz zulallara keçdikdə, əslində hüceyrə səviyyəsində oynaq ağrılarını azaldır və əzələ sintezini sürətlendirirsiniz. Dayanın, bir dəqiqə. Yəni demək istəyirsiniz ki, medianın belə qabartdığı o nəhəng sir sadəcə təmiz qidalanmaq və şəkərdən uzaq durmaq kimi fundamental bir qaydadır. Bəli, təəssüf ki, elədir. Biraz məyus edici deyilmi? Yəni mən daha xüsusi, kimsənin bilmədiyi mistik bir şey gözləyirdim. Məhz elə buna görə də mətn bizə o cəlb edici sirri sözlərlə qabatlaşdırılır da. Çünki həqiqət çox darıxdırıcıdır. Yəni insanlara hər gün eyni sağlam rejimi pozmadan 20 il ardıcıl tətbiq et, satmır. Bu diqqət çəkmir. Aha, əlbəttə. Kimsə bunu oxumaq istəməz. Əsl sir bilginin özündə deyil, onun mikroskopik dəqiqliklə və dayanmadan icra edilməsindədir. Bax, elə əgər bunu daha geniş mənzərə ilə əlaqələndirsək, aşpaz məhz bu nöqtəyə dövrəyə girir. Bax, bu məqam mənim üçün də çox maraqlı gəldi. Mənbədə aşpazı illərdir gizli qalan detalı açdı deyilir. Mən öz-özümə düşündüm ki, əgər bu sözləri Ronaldonun həkimi desəydi, tipik darıxdırıcı tibbi məsləhətdir deyib keçərdiniz. Tamamilə. Amma bunu aşpaz deyəndə, elə bil kimsə bizə qədim bir ailə reseptini pıçıldayır. Niyə məhz aşpazın açdığı sir bizim üçün bu qədər inandırıcı gəlir? Çünki həkim sadəcə xəritəni cızır, yəni qidalanma qaydalarını yazır və gedir. Amma aşpaz o yolda hər gün idmançı ilə birgə addımlayan əsas icraçıdır. 41 yaşlı elit bir idmançının metabolizmi, yəni istənilən vaxt hər şeyi həzm edə bilən adi bir soba deyil. Aha. Daha çox həssas bir mühərrik kimidir. Tam olaraq. Çox incə tənzimləmə tələb edən bir saat mexanizmidir. Aşpaz o qidalandırıcı maddələri idmançının məşq qrafikinə uyğun hesablayan, onu dadlandıran və ən əsası idmançını pis qidalanma vərdişlərinə qayıtmaqdan qoruyan gündəlik bir mühafizəçidir. Bir növ qidalanma memarı kimi. Bəli. O, pərdə arxasında əsl fiziki nəticəni təmin edən adamdır. Ona görə də sirri aşpaz açanda biz bilirik ki, bu sadəcə nəzəriyyə yox, işin ən sərt praktikasıdır.
Bilirsiniz, biz əslində hamımız bu düşüncə tələsinə düşürük. Təbii ki, bu an bizi dinləyən, siz yəqin ki, sabah dünya çempionatının finalına hazırlaşmırsınız. Böyük ehtimalla yox. Amma yenə də səhərki yorğunluğumuzu və ya bilirsiniz o enerji çatışmazlığını bir anda aradan qaldıracaq, o çatışmayan detalı tapdığımızı düşünürük. Gedib bahalı Himalay duzu və ya hansısa egzotik detoks suyu alırıq. Əvəzində sadəcə yuxumuzu alıb şəkər kəsmək kifayət edərdi. Düzdür. Bu bizim insan təbiətimizdir. Uzun və çətin bir dağa dırmaşmaqdansa, bizi birbaşa zirvəyə çıxaracaq o kiçik sehri cığırı tapmaq istəyirik. Elədir. Və bu da çox vacib bir sual yaradır, yəni düşünməyə dəyər. Əgər dünyamın ən elit, ən yüksək performanslı idmançılarının uğur və uzun ömürlülük sirri əslində son dərəcə fundamental, belə deyək, darıxdırıcı baza vərdişlərini hər gün qüsursuz şəkildə həyata keçirməkdən ibarətsə, görəsən biz özümüz gündəlik həyatımızda növbəti sehirli həbi və ya gizli detalı axtararkən əslində hansı sadə, amma həyati vacib baza vərdişlərini hazırda tamamilə göz ardı edirik. Yəni bizim öz bağlı qapılarımız arxasında nələr itirilir? Doğrudan da çox düşündürücüdür. Bəlkə də əsl sır elə gözümüzün önündədir.